Bismillahirrahmanirrahim. Allah'ın rəhmət və salamı üzərimizdə olsun inşallah. Ramazan ayının 25-ci günü hamımız üçün mübarək olsun inşallah. Allah bizləri bu ayın hörmətinə bağışlasın. İmam Ali aleyhissalam buyurur ki, Allah'tan bağışlanmaqlıq istə, o bağışlanmaqlıqla özünü ətirli elə. Əgər insan Allah'tan bağışlanmaq istəməsə, günahın qoxusu o insanı rüsva edər. Bəs Ali aleyhissalam buyurur ki, Allah'tan çox istə bağışlanmaqlıq. Da o bağışlanmaqlıq səbəb olsun ki, bədənin ətirli olsun, nurani olsun. Əgər bunu etməsən, onun əksi, etdiyin günahların qoxusu səni məhv edib rüsva edəcək. Hədislər nəql edirlər ki, Allah Teala bir neçə yerdə təbəssüm edər. Onlardan biri budur ki, bəndəsi tövbə edəndə, peşiman olanda, narahat olanda, Allah'tan bağışlanmaqlıq istəyəndə Allah Teala təbəssüm edər ki, mənim bəndəm bağışlanmaqlıq istəyir. Allah'tan istəyir ki, Allah Teala bizləri bağışlasın inşallah. Peyğəmbər aleyhissalam nəql edir ki, əzan verənin əzanının qəbul olması günahların kəffarəsidir. Bir insan əgər əzan verirsə, o əzan Allah yanında qəbul olur. Və Allah Teala o əzana görə o bəndənin bütün günahlarını bağışlayır. Və əzana qulaq asmaqlığın özü də insanların günahlarının kəffarəsidir. Bir insan əzan verilərkən əzana qulaq assa və Allah'a təvəssül etsə, Allah'tan bağışlanmaqlıq istəsə, Allah Teala o əzanın əzəmətinə xatir o bəndəni bağışlayar. İmam Cavad aleyhissalam nəql edir ki, əgər nadan danışmasa, cəmaat heç vaxt ixtilaf yaratmaz və mübahisə etməz. Bu mübahisələrin, bu ixtilafların yaranmasının bütün səbəbkarı nadanların, cahillərin yalandan, palandan hökm verməklikləridir. Və çalışaq ki, inşallah ki, sözlərimizə diqqət edək. Çalışaq ki, bəzi ünsürlərdən nadanlara uymayaq, əməlimizi batil və zayi eləməyək inşallah. Allah Teala bizləri hər vaxt o nadanların şərrindən, cahillərin şərrindən amanda saxlasın inşallah. İmam Muhammed Baqir aleyhissalam nəql edir ki, axirət qalmaq üçün əbədi bir məqamdır. Dünya isə ortadan gedən və yox olandır. Əhli dünya isə əhli qəflətdədir. Yəni bir insan çalışmalıdır ki, axirət üçün əlində bir şey aparsın. Amma dünya işləri elədir ki, dünyada qalandır və ortadan gedəndir. İnsan hər nə qədər dünyaya məhəbbət etsə, heç bir şey özü ilə götürə bilməz və əməlinə də kömək edə bilməz. Amma insanlar bu dünyada qəflətdədirlər ona görə ki, insanlar əgər axirət evinə, axirət dünyasına, ölümə, imanı, etiqadı olmasa, o insanlar ancaq qəflətdə olar. Ancaq dünya işləri ilə özlərini gözəlləşdirərlər və bəzədərlər. Və bir zaman görərlər ki, artıq ömür çatıb və dünyadan gedəndirlər. Allah'tan istəyir ki, Allah Teala bizləri axirət üçün çalışanlardan və axirət evi üçün zəhmət çəkənlərdən qərar versin inşallah. Amma oruçluğun hökmü. Buyururlar ki, bir nəfərin boynunda əgər Ramazan ayının gününün qəzası vardısa, insan müstəhəb bu orucu niyyəti edə bilməz. Yəni bir insan müstəhəb oruç niyyəti edə və deyək ki, bu Ramazan gününün əvəzindəndir. Buyururlar ki, o niyyət düzgün deyildir və hesab olunmur ki, Ramazan ayının o qəzası sənin boynundan düşə. İnnəmə əmalu bin niyyat.
Bütün əməllər niyyətə bağlıdır. Gərək insan niyyət edərkən müşəxəs etsin. Məsələn, desin ki, Allahım, boynumda olan Ramazan ayının filan gününün qəzasını tuturam qurbətən ilallah. Bu niyyət düz və salim niyyətdir ki, əgər insanın boynunda həmin günün qəzası varsa, o insanın boynundan silkinir və düşür. Allahım, gözəl günlər, Həzrət Əlinin şəhadət günləri, Ramazan günləri, etiqadlı günlər bizləri bu günlərə xatır bağışla. Bizləri düz yola hidayət elə. Ata-anamızı, nənə-babalarımızı, boynumuzda haqqı olanları, cəm ölüb gedənlərimizi bağışla. Bizləri aqibət bir xeyr elə. Cəmi şəhid ballarımızın ruhunu şad elə. Cəmi əskərlərimizi qoru. Qazilərimizə şəfa inayət elə. Onların sıxıntılarını həll elə. Ölkəmizdə həmişə sabitlik bərqərar elə. Ağamız İmam Zaman Aleyhisselamın zuhurunu təzil elə və bizlərə yaxın elə inşallah. Allahümme accil li velikəl fərəc və salli alə Muhammed və ali Muhammed. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.